Salam, çox üzvlərə aid 35 nömrəli suala baxırıq. Apofemi 5 olan düzgün dördbucaqlı piramidanın açılışındakı ən iki uzaq nöqtə arasındakı məsafə 14 olarsa açılışın sahəsini soruşur. Ən uzaq iki nöqtə, açılışdakı ən uzaq iki nöqtə, yəni A və B nöqtələrdir. Bunlar arasındakı məsafə 14-dür və apofem 5-dir. Apofem yan üzün hündürlüyüdür. Yəni buradan bura qədər məsafə 5-dir. Buradan bura qədər məsafə də 5-dir. Deməli, bu ortadakı fiqura qalır, yəni kvadratdır. Çünki düzgün dördbucaqlı piramida deyir. Deməli, həmin kvadratın tərəfi 4-dür. Çünki ümumi 5 plus 5 10, 14 olmalıdır. Bura olacaq 4. Bizə nə soruşur? Açılışın sahəsini soruşur. Açılışda görürəm ki, 4 dənə yan üz var. S yan bərabərdir 4 vurulsun 1 üzün sahəsi. 1 üzün sahəsi də üçbucaqdır. 2-də 1. Tərəfimiz 4. Çünki bura 4-dürsə kvadratın tərəfi, burada 4-dür. 4 və həmin 4-ə çəkilmiş hündürlük də 5. Burada 4-ü 2-yə böləndə 2 dəfə, 2 vur 4, 8, 5-ə vuranda 40. Deməli, həmin 4 dənə üçbucağın sahəsi 40-dır. Bir də ortadakı kvadratın sahəsi. S oturacaq yazaq. Kvadratın sahəsi də 4-ün kvadratı, yəni 16. Ümumi açılışın sahəsi 40 üstə gəl 16 olacaq cavab 56. 36 nömrəli sualın düzgün cavabını rəylərdə yazın.